Gözlənilən güclü yağıntılarla bağlı Milli Hidrometeorologiya Xidməti növbəti dəfə əhaliyə xəbərdarlıq edib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə xüsusən də şimal və qərb rayonlarından başlayaraq yağıntıların leysan xarakterli intensiv və çox güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı bildirilir. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var. Nazirlik qeyri-sabit havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz deyə məlumatda açıqlanıb.